Olduğuma hələ də inana bilmirəm. Çox iştah açıcı görsənirlər. Da güneşlenmək üçün gördüğünüz kimi. Həqiqətə qiymətlər yəni uçmuş şəkildədir. Selamlar herkese, yeni YouTube vloguma hoş gelmişsiniz. Nihayet uzun bir aradan sonra yeniden vlog çekebildim. Bu defeki səyahətimiz New York'ta olacak. Çoktan da arzulayırdım New York'a seyahat etmeyi. Bir neçə gün New York'ta kaldıktan sonra Miami'ye gideceğiz. Və sizləri də əlbəttə ki, özümlə götürəcəm. Əlimdə gəldiyincə çəkib sizlərlə də bölüşəcəm. Ümid edirəm bəyənərsiniz. Ne var orada? Ve biz nəhayət ki New York'a gəlib çıxdıq. İndi pasport kontrol etdikdən sonra gedəcəyik bagajlarımızı almağa və ondan sonra otelə yola düşəcəyik. İndi hal-hazırda Almaniyada saat 18-19, 7-8 arası olar. Burada isə artıq saat 1-2'dir. Görək necə öyrəşəcəyik. Vaxtın belə dəyişməyinə. Sabahınız hayır dostlar. Otelimizde açılan mənzərə. Yine çok enerjili başladık. Gece yaxşı yaptık. Ümid edirəm bugün çoxlu yerləri gezəcəyik. Şimdi hazırlaştık, çıxdı və gedirik ilk iş. Yemək yeməyə bir yer tapacaq. Yemək yedikdən sonra da bugünə plan qurmuşuq. Bir neçə yeri gəzib görmək istəyirik. Səhər saat 8'in yarısıdır. Artıq çox insan var çöldə. Və biz Zafraq üçün belə Bagger Market adlanan belə bir yer tapdıq. Kofi sipariş etdim, latte, Zafraq'a belə yumurta, yanında sasiska. Zucchini var, elə və açay bol. Hamısına ümumilikdə 21 dolar pul ödədik. Elə otelimiz yanındadır. Yeri də tək edəcəm burada. Və Times Square'a gəldik. Çox sıxlıqdır. Hələ səhər olmağına baxmıyor artıq. Çox insan var. New York'a gəlməyi əslində çox uzun müddətdir arzulayırdım. Baxmayaraq ki, bir çox ölkədə artıq olmuşam, ancaq New York həmişə mənim listimdə ilk sıralarda olubdu. Nihayət ki, buradayam və indi Times Square'dayam. Yəni bu həqiqətən mənim üçün pinch me moment olmuşdu. Əminəm ki, bu səyahəti heç vaxt unutmayacağam. Gəzməyi, yeni yerlər görməyi həqiqətən də çox sevirəm. Bəs siz necə, hansı ölkələrdə olmusunuz? Ümumiyyətlə hara getmək istəyərdiniz? Hansı ölkələr görmək istərdiniz? Mütləq rəylərdə fikirlərinizi yazın. Bu həqiqətən də mənə çox maraqlıdır. Və gəzərək gəldik St. Patrick's katedralına, kilsəsinə. Bura New York'un ən məşhur kilsələrindən biridir. Bizim təəssüf ki, vaxtımız olmadığı üçün içəri girə bilmədik. Ancaq kənardan belə görüntüsü çox gözəl idi. Həqiqətən də bu qədər müasir binanın arasında belə bir tarixi obyektin hələ də qorunub saxlanmağı məncə təqdirə layiq bir şeydir. İstimizdə növbəti yer Grand Central Station. Gəzərək gəldik buraya. Grand Central New York'a gələndə mütləq görmək istədiyim yerlərdən biri idi və açığı gözəlliyi məni qətiyyən yanıltmadı. Təsadüfi deyil ki, bu yer bir çox məşhur filmlərdə də çəkilibdi. Mənim isə xatirimdə əsas bura Gossip Girl serialının ilk epizodundan qalıbdı. Yəqin çoxunuz buna baxmısınız. İçəri girən kimi insanın diqqətini ilk çəkən şey isə məhz tavandır. Orada ulduzlar, bürclər əks olunubdu. Artıq videoda da görürsünüz.
və maraqlısı da odur ki, bunlar hamısı tərsinə çəkilibdir. İndiyə kimi hələ də müzakirə obyektidir ki, bu görəsən bunu səhvənmi ediblər, yoxsa hər hansı bir gizli mənası mı var? Görərdim, yəni New Yorka gəldiyinizdə görüləcək yerlərin sırasında məncə ilk sıralarda olmalıdır. Bura məşhur New York Public Library. İndi içəri girəcək. Kitabxana bağlıdır. Təəssüf ki, içəri girə bilmədik. Ancaq sabah mütləq gələcəyik. Burada demək olar ki, gəziləcək yerlərin çoxları bir-birinə yaxın yerləşir. Buna görə də rahatlıqla ayaqla gəzmək olur. Ancaq bir tək Brooklyn tərəfə getsək, oraya yəqin ki metro ilə gedəcək. İndi Bryant Park'a gedəcək. Bryant Park ərazicə çox da böyük deyil. Ancaq həqiqətən də hündür binaların arasında istirahət üçün əla yerdir. Sən də çoxlu gəzib yermişsinizsə, biraz istirahət etmək üçün, hətta güneşlənmək üçün gördüyünüz kimi. İndi biz də Miranı çıxartmaq istəyirik Kalyaskadan. Özü üçün gəzsin, biz də biraz istirahət edək. Sonra yeni gəzintimizdə davam edəcək. Bryant Park'tan çıxdıq. İndi belə bir food marketə girəcəyik. Baxa görək. Burada produktlar neçədir, qiymətləri. İndiyə qədər gördüyümüz qədərlə hər şey çox bahadır. Avropa ilə müqayisədə. Burada fərqli növ gilaslar var. Bunlar səhv etmirəmsə yarım kilodur. Hətta 1 kilo olar. 1 kilosu 4.99'dur. Bunlar səhv etmirəmsə organikdirlər. Və qiymətləri 4.99. Almalar 2.99 1 poundu. Burada da belə hazırda olanmış meyvələr var. Yəni ən ucuz gördüyüm hələ ki 6.99'a qarpız yemiş qarşı belə bir şeydir. Digərləri 8-10 dollara yaxın qiymətlərdədir. Məsələn, zucchini anladığım qədərilə bir dənəsi 1.99'dur. Məsələn, burada anladığım qədərilə 3 dənə biber 6.99. Ya mən səhv anlayıram, ya da həqiqətən qiymətlər yəni uçmuş şəkildədir sadəcə. Mən içki özümə soyuq bir dənə bundan götürdüm. 3.99'adır qiyməti. Burada belə hazır yeməklər var. Yəqin ki, nəsə götürəcək özümüzə. Ay, ac olanda yəni bura girməməcə lazım deyil. Çox iştah açıcı görsənirlər. Ümumilikdə bu qədər produkt aldıq. Bundan isti yemək var və salat var. Və ümumi deyəcəyimiz qiymət başa düşdü 71 dolar. Həqiqətən də qiymətlər çox yüksəkdir burada. Yəni restoranda oturub yesə hər halda daha məntiqli olardı. İndi yeməyimizi götürdük, gəlib belə oturacağıq. Yəqin ki buralarda bir yerdən. Mira, acımısan sən də? Şimdi geldik M&M's'in soruna, mağazasına. Qiymətlere bakın. Yani 2 dənəsi 30 dolar. Her şey var burada. Sonra da yukarıdaki qaranı aşağı sal. Aha. Bunlardan
götürdü əsas pinatına olanlar. Gör hansıdır. Bu brown idi, karamel. Dark chocolate bu yox. Skittles yox, almond götürdün də, ha? Or this one. Amerika'da olduqca məşhur olan yağın zamanı tutulmaq üçün təkənlər. On Father's Day. What dad? Who's your dad? Gezerek Central Park'a geldik. Burada hamı çok rahat istirahat ediyor. Burada bu hava tamam farklı. Central Park'ta gezerken adamın ağlına dərhal filmlər gəlir. O qədər burada çox film çəkilib ki, seriallar çəkilib ki, həqiqətən də gezərkən hansısa bir səhnənin içində olduğunu xəyal edirsən. Burada biraz belə Home Alone, biraz Gossip Girl vibe var. Deyirlər New York'da yaşayanların çoxu üçün Central Park sadəcə park deyil, yəni gündəlik həyatın bir hissəsidir. Şəhərin səs-küyündən qaçmaq üçün həqiqətən də məncə çox ideal bir yerdir. Akşama doğru New York həqiqətən də daha da gözəlləşir və daha səs-küylü olur. Bu otel Home Alone kinosunun çəkildiyi oteldir. The Plaza New York. İndi gəzə-gəzə Fifth Avenue-na geri qayıdacağıq otelimizə. New York'un həqiqətən də gecəsi, gündüzü bir ayrı, bir fərqli gözəldir. Biz bugün həqiqətən də çox yeridik, 16.000 addım atdıq. O qədər yorulduq ki, ancaq inanın buna dəyərdi. Çünki New York'un hər yeri bir ayrı gözəldir. Gündüzü tamam başqa, gecəsi tamam dəyişir. İşıqlar yananda, günəş batanda yaranan rənglər, yəni onları sözlə ifadə etmək mümkün deyil. Demək olar ki, burada hər yerə piyada gedirdik və yol boyu gördüyüm hər şeyi çəkməyə çalışırdım. Bu video part 1'dir. Part 2'nu da tezliklə paylaşacağım. Mütləq kanalıma abunə olun ki, növbəti vloglardan ilk siz xəbərdar olasınız. Bu vloqa da sonuna qədər baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloglara dək hələlik.